Salam dəyərli şagirdlər, bugün sizinlə birlikdə 22 fevral 2026-cı il tarixində Turan Tədris Mərkəzində keçirilmiş mövzu sınaq imtahanının 5-ci siniflər üzrə Azərbaycan dili fənnindən imtahan suallarının izahına baxırıq. Birinci sual, hansı cümlədə mücərrəd isim var? Bilirik ki, mücərrəd isimlər gözlə görünə bilməyən, əllə təmas etdiyimizdə toxuna bilmədiyimiz isimlər nəzərdə tutulur. A variantında şirin yuxudan oyandı. Bəli, burada yuxu sözü mücərrəd mənalı isimdir. Kitabı çantasında idi. Anası üçün çiçək aldı. Meşədə cürbəcür heyvanlar yaşayır. Qardaşım Bakıdan qayıtdı. Gördüyünüz kimi digər variantlardakı isimlər konkret isimlərdir. Ancaq A variantındakı yuxu ismi mücərrəd mənalı isim olduğuna görə doğru cavabımız A variantı olacaq. İkinci sual. Antonimlərin cərgəsini seçin. Bilir ki, antonimlər əks mənalı sözlərdir və antonimlər eyni diksiyasına aid olmalıdır. Gəlin baxaq. Təkəbbürlü və iddialı. Xeyr, bu sözlər antonim deyil. Təvazökar və lovğa. Bəli, bu sözlər eyni diksiyasına aid olmaqla yanaşı antonimlərdir. Bəli, əks mənalı sözlərdir. Qəm və sevincli. Xeyr, vəfalı, vəfasız. Bilir ki, bu sözlər də antonim deyil. Göy və səma isə yaxın mənalı sözlər olduğu üçün doğru cavabımız B variantı olacaq. Sözlərdən biri yalnız çox mənalı ola bilər. Bilirik ki, bəzi sözlər həm amonim, həm də çox mənalı ola bilər. Gəlin baxaq. Bizdən isə yalnız çox mənalı olmağını istəyir. Üz sözü, boğaz, qol, dil sözləri yerinə görə həm amonim, həm də çox mənalı olduğu bildiyi halda ağız sözü yalnız çox mənalı söz kimi cümlədə işlədilir. Ona görə doğru cavabımız A variantı olacaq. Sözlərdən biri klasseri tamamlaya bilməz. Tərkibində yalnız cingiltili samitlər işlənib və bizə nadan sözü verilmişdir. Bəli, bu doğru fikirdir, amma bizə tamamlaya bilməz verildiyi üçün biz burada yalnız yanlış fikri götürməliyik. Namaz sözündəki bütün samitlər cingiltilidir. Yorğun sözündəki bəli, bütün samitlər cingiltili samitlərdir. Əzgin sözündəki bütün samitlər cingiltilidir. Eyni şəkildə dərman sözündə də. Ancaq bulut sözündəki bulut sözünün tələffüsü də D samitin T-ya çevrilməsi nəticəsində burada kar samitin iştirakını görürük. Ona görə biz doğru cavab olaraq B-ni götürəcəyik. B variantı. Hansı sözün kökündəki leksik şəkilçi fərqli diksiyasını artırılıb? Gəlin biz sözləri kök və şəkilçiyə ayıraq. Gözəllik sözü gözəl sözündən yaranmışdır və gözəl sifətdir. Lıq isə burada leksik şəkilçidir. Qohumluq sözündə də eyni şəkildə qohum sözün kökü lıq leksik şəkilçi. Üzlük sözündəki üz sözün kökü luq burada leksik şəkilçidir. Dağlıq sözünün dağ ismindən yaranmışdır. Lıq isə leksik şəkilçidir. Qarlı sözü də eyni şəkildə qar ismindən yarandığı üçün burada doğru cavabımız A variantı olacaq. Çünki gözəl sifət olduğuna görə bizə də fərqli nitq hissəsini artırmağını istəyir. Ona görə doğru cavabımız A variantı. Hansı sözün leksik mənası düzgün göstərilməyib? Gəlin baxaq. Peyda. Peyda olmaq, aşkara çıxmaq, meydana çıxmaq deməkdir. Bəli, tamamilə doğrudur. Pərəstiş etmək, bəli, ilahiləşdirilmək. Bu da doğru fikirdir. Tala, meşədə qazılmış çuxur dərinlik. Bu yanlış variantdır. Çünki tala, meşənin içərisində yerləşən, ağacların olmadığı açıq, çəmənlik sahə deməkdir. Yayla, dağlı ərazidə düzən yer, bəli, situasiya isə vəziyyət, durum deməkdir. Bəli, bizdən yanlış variantı istəyir. Yəni, leksik mənasının düzgün göstərilmədiyi variant istənilir. Ona görə doğru cavabımız C variantı olacaq. Toplu ismi müəyyən edin. Vətəndaş, el, üzüm, qələmlər, bina. Bilirik ki, toplu isimlər cəm şəkilçisi qəbul etmədən müəyyən topluluq cəmlik bildirir. Və buradakı el sözü toplu isimlərə aid nümunədir. Ona görə doğru cavabımız B variantı olacaq. Hansı cümlədə təsirlik halda olan söz işlənir? Bilirik ki, təsirlik hal qeyri-müəyyən təsirlik olmaqla, müəyyən təsirlik olmaqla iki yerə ayrılır. Və təsirlik halın şəkilçisi I-U-dur və biz bunu axtarmalıyıq cümlədə. O dostuna məktub yazdı. Burada məktub sözü əslində qeyri-müəyyən təsirlik halda olan sözdür. Biz bunu asanlıqla müəyyən təsirlik hala çevirə bilərik. O dostuna məktubu yazdı. Nəyi yazdı? Məktubu yazdı. Burada görürük ki, məktub sözü qeyri-müəyyən təsirlik haldadır və bizdən də təsirlik halda işlənmiş söz istənilir. Ona görə doğru cavabımız A variantı olacaq. Həm ümumi, həm də xüsusi isim kimi işlənilə bilər. Sadiq, coşqun, mehriban, çiçək və qorxmaz. Bizdən isim istənildiyi üçün və
Burada doğru cavabımız çiçək olacaq. Çünki çiçək yerinə görə həm ümumi isim, həm də xüsusi isim kimi işlənə bilər. Digər variantlardakı sözlər isə sifətlərdir. Ona görə doğru cavabımız D variantı. 10. Verilmiş cümlədə isimlər hansı haldadır? Asif armud ağacından armud dərdi. Gəlin baxaq. Asif sözü bilirik ki, burada adlı haldadır. Armud ağacından. Burada armud sözü qeyri-müəyyən yəlik haldadır. Yəni ki, armudun ağacından deyildiyi üçün burada armud sözü qeyri-müəyyən yəlik haldır. Daha sonra ağacından. Burada dan dən şəkilcisi çıxışlı xan şəkilcisidir. Armud dərdi. Burada isə armud sözü qeyri-müəyyən təsirlik haldadır. Yəni ki, armudu dərdi demək istənilmişdir. Ona görə doğru cavabımız C variantı olacaq. Adlıq, yəlik, çıxışlıq və təsirlik halda olan sözlər. Daha sonra 11. Cümlələrdən biri fərqli intonasiya deyilir. Damla və İnci yanaşı oturublar. Bu kitabı vaxtında oxuyub qurtarmalısan. O, indi şəhərə gedir. Uşaqlar oyun meydançasına toplaşacaqlar. Qoy bu məsələni özüm həll edim. Burada gördüyümüz kimi E variantında cümlə müəyyən əmr formasına deyildiyi üçün və burada fərqli intonasiyadan istifadə olunduğu üçün doğru cavabımız E variantı olacaqdır. Sual işarəsinin yerinə yazılacaq fikri seçin. Yəni bizdən mürəkkəb və saxtakar sözləri üçün ortaq fikir istənilir. Gəlin baxaq. Cingiltli samitdə bitir. Tələffüzündə 2 fərqli məqam var. Xeyr. Yazılış və tələffüz arasındakı fərq samitlə bağlıdır. Bəli, mürəkkəb sözündə bilirik ki, qoşu samitli sözlərdən ikinci samit qarşılığı ilə əvəz olunur. Burada mürəkkəb yazılıb, mürəkkəb tələffüz olunur. Saxtakar isə saxtakar kimi tələffüz olunur. T-nın D-ya, birinci sözdə isə Q-nun G samitinə çevrildiyini görürük. Bəli, bu fikir doğrudur. Tərkibində 2 kar samit işlənib yanlışdır. G cingiltli samitdir. Bu isə ortaq ola bilməz, çünki bu mürəkkəb sözü üçün doğrudur. Bizdən isə ortaq fikir istənilir. Ona görə doğru cavabımız C variantı olacaqdır. Hansı sıradakı sözlərin hamısı ahəng qanununa tabedir? Bilirik ki, ahəng qanununa tabe olmaq üçün sözdə yalnız qalın, yalnız da incə saytların olması lazımdır. Gəlin baxaq, budaq, yarpaq və kino sözləri. Burada görürük ki, kino sözündə ahəng qanunu pozulmuşdur. Dovğa, ovçu, sahib. Burada sahib sözündə ahəng qanunu pozulmuşdur. Qarpız, tərəvəz, pomidor sözlərində isə pomidor sözündə daha doğrusu burada ahəng qanunu pozulmuşdur. Üzüm, şərab, meyil. Burada ahəng qanunu pozan şərab sözüdür. Səbir, ətir, fikir sözlərində isə ahəng qanunu pozulmamışdır. Çünki incə saytların iştirakı burada gözlənilmişdir. Ona görə doğru cavabımız D variantı. 14-cü sual. Cədvəldəki səhvləri müəyyən edin deyilir. Düzəltmə sözdür. Gəlin baxaq. Vətənpərvər sözü bəli düzəltmədir. Vətən sözü kökü, pərvər isə bir cür yazılan leksik şəkilçidir. Bu doğrudur. Sevinç sözü, sevinç sözün kökü C burada qeyri-məhsuldar şəkilçidir və yəni düzəltmə sözdür. Xoşbəxtlik sözündə isə bilirik ki, xoşbəxtlik sözü 2 müxtəlif sözün birləşməsindən yaranan mürəkkəb sözdür. Ona görə düzəltmə söz deyil, səhvdir. Düzəltmə söz deyil deyilir. Qardaş sözü bəli düzəltmə söz deyil, sadədir. Qoruq sözü düzəltmə sözdür. Bu yanlışdır. Çünki qorudan qoruq olur. Düzəltmə sözdür. Kimyəvi sözü isə sadə sözdür. Ona görə doğru cavabımız 3-5 D variantı olacaqdır. 15-ci sual. Hansı cümlədəki toplu isim cəm şəklisi qəbul etmir? Bilirik ki, əhali, cəmaət və ictimaiyyət sözləri toplu isimlərdir və onlar cəm şəklisi qəbul etmir və bizə bu sözlər lazımdır. Gəlin baxaq. A variantında ordunu döyüşə hazırlamağın vaxtıdır. Bu doğrudur. Əhalinin rifahı yaxşılaşdırılır. Burada əhali sözünü görürük və əhali sözü bilirik ki, toplu isimdir və cəm şəklisi qəbul etmir. Ona görə doğru cavabımız B variantı olacaqdır. İndi isə mətn suallarının izahına baxaq. Burada atlı və arabaçı mətni verilmişdir. Siz mətni oxudunuz və mətnin müəyyən ideyasına və məzmununa hakimsiniz. Gəlin isə indi suallara baxaq. 16. Mətnin əsas ideyası nədir? Hansıdır daha doğrusu? Sürətli olmaq uğra gedən yoldur. Bu yanlış fikirdir. Yolçuluq çətindir, amma dözməlisən. Bu da yanlışdır. Səbir və sədaqət uğra aparan yoldur. Bəli, bu doğru fikirdir. Yəni səbirli və diqqətli olmaq bizi uğra aparmağı vacibliyini qeyd edir. Burada doğru fikir C variantı olacaq. Yavaş olmaq vaxt itkisidir. Xeyr, məqsədə çatmaq üçün yavaş hərəkət etmək olmaz. Bu da yanlış fikirdir.
17. Arabaçının davranışını bir sözlə ifadə etsək hansı daha uyğundur? Məsuliyyətlidir, lovğadır, tələskəndir, laqeyddir, risklidir. Burada doğru cavab A variantıdır, məsuliyyətlidir. Çünki o öz məsuliyyəti nəticəsində deməli öz məqsədinə nail olur və doğru cavabımız A variantıdır. 18-ci sual. Mətndə verilən hadisələrə əsasən səhv fikri müəyyən edin. Atlı yolun vəziyyətini nəzərə almadan sürətini artırdığı üçün çətin vəziyyətə düşmüşdür. Bəli, bu doğrudur. Arabaçı ehtiyatlı davrandığı üçün palçıqlı yolu problemsiz keçə bilmişdir. Bəli, bu da düzdür. Hər iki yolçu yolun sonunda yenidən qarşılaşmışdır. Bəli, bu doğrudur. Biz mətndə bunu görürük. Arabaçı səbirli və diqqətli davranırdı. Bəli, doğrudur. Atlı yolun dar və palçıqlı olduğunu əvvəlcədən anlayaraq sürətini azaltmışdır. Bu isə yanlış fikirdir. Bizdən də yanlış istədiyi üçün doğru cavab E variantı. Mətndə fərqləndirilmiş sözlərdən neçəsi məcazi mənadadır? Burada gəlin baxaq. Torpaq yol bu həqiqi mənadadır. Hava sərin idi. Bəli, sərin hava. Bu da həqiqi mənadadır. Zövq alırdı. Zövq almaq məcazi mənalı ifadədir. Cavab verdi. Arabaçı sakit səslə cavab verdi. Bu deməli həqiqi mənadadır. Xeyli vaxt itirdi. Bu isə məcazi mənada olduğu üçün biz burada iki sözün məcazi mənada işləndiyini görürük. Ona görə doğru cavabımız C variantı olacaq. 20-ci sual. Cədvələ əsasən səhv fikri müəyyən edin. Səbəb yağış yağmışdı. Nəticəsində isə yolun bəzi hissələrində təhlükəli vəziyyət yaranmışdı. Bəli, bu doğrudur. Arabaçı səbirli idi. Nəticəsində yolun sonuna təhlükəsiz və vaxtına çatdı. Bəli, bu da doğru fikirdir. Atlı səbirsiz idi. Nəticədə yolda problemlərlə qarşılaşdı. Bəli, bu da doğrudur. Atın ayağı bütrədi. Nəticədə atlı sürətini azaltmamışdı. Bu yanlışdır. Sürətli hərəkət etməyə üstünlük verdi. Nəticədə isə sürətin həmişə üstün olmadığını başa düşdü. Bəli, bu da doğrudur. Bizdən yanlış istədiyi üçün D variantı doğru cavabdır.